Pomidoru qabığından soyduqdan sonra tavada kərə yağında yaxşı pişiririk. Pişirdikdən sonra qabaqdan pişirdiyimiz ürünləri şişdən çıxardıb quzu ətindən bol quyruqlu ürünləri şişdən çıxardıb onları balaca lokum boyda doğrayırıq. Bir büyüklüğe gələn qədər. Doğradıktan sonra qabaqcadan hazırladığımız pomidor qovurma, kərə yağında pişirdiyimiz pomidorları üstünə əlavə edirik. Əlavə edildikdən sonra əlavə edirik və ondan sonra da pomidorları yaxşı qarışdırıb çok dadlı olur. Hem dadlı hem de qeyri dadlı. Çok dadlı. Yoxlamayanlar yoxlasınlar. Nuş olsun.